izləyicimiz soruşur ki, həkim ona antidepressantlar yazıb, lakin o həftə sonları spirtli içki qəbul etməyi sevdiyi üçün dərmanlarını qəbul edə bilmir. Nəyə görə antidepressantlar və spirtli içkini eyni anda qəbul etmək olmaz? Bunun 3 səbəbi var. 1. Həm spirtli içki, həm antidepressantlar sinir sisteminə bəyənə təsir göstərir və təsirləri üstə düşüb daha çox sedasiya və daha çox yan təsir verə bilərlər. İkincisi, spirtli içkilər hamısı beyinə ziyandır. Az və ya çox miqdarından asılı olmayaraq. Biz isə müalicəmizdə beynin müxtəlif tükənmişlik hallarının və zədə hallarının, yəni psixi sıxıntı hallarının aradan qaldırırıq. Bunun üçün də beyinə təsir göstərən ziyanlı məqamları aradan qaldırmalıyıq. Üçüncü məsələ önəmlidir. Kiçik miqdar spirtli içkinin əslində təhlükə törətmə ehtimalı aşağıdır. Ancaq bunu pasiyentin öhdəsindən buraxsaq, hər bir insanın kiçik miqdarı dəyişir. Birisi əgər bir qədəh saxır içəcəksə, birisi 10 qədəh içəcək və deyəcək ki, bu mənim az miqdarımdır. Ona görə də kəskin qadağa qoyulur ki, pasiyentə olan ziyanların miqdarı konkret əminlik ilə azalsın.